Salam əziz şagirdlər, hər birinizi salamlayıram. Bu gün sizinlə kimya 8-ci sinif dərslikdən müasir dövrü cədvəl mövzusunda olan öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın blokunda sualların izahına baxacağıq. İlk suala diqqət yetirək. Öyrəndiklərinizi tətbiq edində belə bir sual verilib ki, atom nömrəsi 1 və 20 arası olan elementlərin elektron formulu ilə dövrü cədvəldə yer arasında uyğunluqlardan istifadə edərək atom nömrəsinə əsasən elementin dövrü cədvəldə yerinin müəyyən olunması üçün hansı qaydanı təklif edərdiniz? Və bu qaydanı 4-5 element verib ki, həmin elementlər üzərində yoxlayın. İlk element berilyumdur. Berilyumun sıra nömrəsi 4-dür. Yəni dövrü sistem cədvəlində 4-cü yerdə yerləşir. Müsbət 4 üçün elektron konfiqurasiyası mən yazsam 1s2, 2s2. Yəni, ümumiyyətlə belə bir qayda var ki, sonuncu elektron təbəqəyə diqqət yetiririk. Sonuncu elektron təbəqəsində yerləşən elektron qrupun nömrəsini bildirir. Yəni, həmin qrupda yerləşir. Sonuncu deməli, təbəqə isə dövrü bildirir. Baxın, burada sonuncu energetik təbəqə neçədir? 2. Yəni, bu element ikinci, sonuncu energetik təbəqə bu dövrü bildirir. Deməli, ikinci dövr elementidir. Sonuncu təbəqədə yerləşən elektron sayı ki var, o da qrupu bildirir. Yəni, berilyum elementi ikinci qrup, ikinci dövr elementidir. Fluora diqqət edək. Fluorun sıra nömrəsi 9-dur. Elektron konfiqurasiyası yazsam 1s2, 2s2, 2p4, 2p5. Və sonuncu energetik səviyyə hansıdır? İkinci energetik səviyyə. Bu birinci energetik səviyyədir. İkinci energetik səviyyə sonuncudur. İkinci energetik səviyyədə, baxın bu energetik səviyyə biz nə dedik? Sonuncu energetik səviyyə dövrü bildirir. Yəni element ikinci dövr elementidir. Daha sonra isə sonuncu energetik səviyyədə yerləşən elektronların sayı isə qrupun nömrəsini bildirir. Sonuncu energetik səviyyəmiz dedi ikinci energetik səviyyədir. İkinci energetik səviyyədə neçə elektron yerləşir? 7. 7-nin ikisi S yarım səviyyəsində, 5-i isə P yarım səviyyəsində. Cəmi 7 elektron. Yəni bu element 7-ci qrup, 7-ci qrup, 7A qrupu ikinci dövr elementidir. Daha sonra isə keçək alüminiuma. Alüminiumda sıra nömrəsi alüminiumun müsbəti 13-dür. 1s2, 2s2, 2p6, 3s2, 3p1. Sonuncu energetik səviyyəmiz 3-dür. Bizdə energetik səviyyə dövrü bildirir. Yəni bu element 3-cü dövr elementidir. Sonuncu energetik səviyyədə olan elektronlar isə qrupu bildirir. Sonuncu energetik səviyyədə cəmi 3 elektron var. Onun ikisi S yarım səviyyəsində, biri P yarım səviyyəsində. Deməli bu da 3A qrup elementidir. 3A qrup, 3-cü dövr, 3-cü qrup elementidir. Daha sonra gəlir kükürt. Kükürdün sıra nömrəsi 16. Elektron konfiqurasiyası yazsam 1s2, 2s2, 2p6, 3s2 və 3p4. Sonuncu energetik səviyyəmiz 3-cü energetik səviyyədir. Yəni bu element 3-cü dövrdə yerləşir. 3-cü dövr elementidir. Sonuncu energetik səviyyədə olan elektronların sayı isə deməli qrupu bildirir. Sonuncu energetik səviyyədə S-də 2 elektron, P-də 4 elektron, cəmi 6 elektron. Yəni 6A qrupunda yerləşir bu kükürt elementi. Keçək 19-cu sıra nömrəsi 19 olan elementə. Deməli kalyum. Kalyum elektron konfiqurasiyası yazsa 1s2, 2s2, 2p6, 3s2, 3p6, daha sonra 3p'dən sonra gəlir 4s1. Sonuncu energetik səviyyəmiz 4-cü energetik səviyyədir. Yəni bu element 4-cü dövr elementidir. Sonuncu energetik səviyyədə neçə elektron var? 1 elektron var. 1 elektron varsa, yəni bu element 1A yarım qrupunda yerləşən elementdir. Yəni birinci qrup A yarım qrup, əsas yarım qrup elementidir. Öyrəndiklərinizi yoxlayın blokunda olan çalışmalara diqqət yetirək. Burada birinci sualda deyir ki, 5-ci qrup elementlərinin rum rəqəmləri ilə 4A qrup elementlərinin isə 1-dən 18-ə qədər nömrələnməklə ifadə olunmuş qruplarını müəyyən edin. Deməli, 5-ci qrup elementləri rum rəqəmləri ilə əsas və əlavə qrup göstərilsə əgər 5A
diqqət yetirsək, 5A qrup elementi 1-dən 18-ə qədər nömrələnmiş cədvəldə. Baxın, təsəvvür eləyək ki, 8-ci qrup 18-də, 18, 8-ci qrup deməli olur 18, 7-ci qrup olur deməli 17, 6-cı qrup olur 16, 5-ci qrup, yəni 5A oldu, nə? 15. 5A deməli 15-ci sütunda yerləşir. 5B isə deməli 4, 14, 13, 12, 11, 10, 9, 8, 7, 6, 5. 5B isə 5-ci sütunda yerləşir. Deməli 5A 15, 5B isə 5-ci sütunda yerləşir. Bunu bildik. Daha sonra deyir ki, 4-cü qrup, 4-cü qrup əsas yarım qrup elementləri 1-dən 18-ə qədər. 4A qrup elementi deməli 14-cü yerdə yerləşir. 14-cü sütunda. 4A 14-cü sütunda yerləşir. Çünki biz dedik ki, qruplar 1-dən 18-ə qədər nömrələnir. Baxın, 1-dən 18-ə qədər nömrələnirsə, 4-cü qrup elementləri karbondur, silisiumdur, germanium, qalay, qurğuşun, daha sonra flavorium 14-cü qrupda yerləşirlər. Daha doğrusu 14-cü sütunda yerləşirlər. İkinci suala diqqət yetirək. İkinci sualda bizə deyir ki, dövrü sistem cədvəlindən istifadə edərək hidrogen, brom, karbon, baxın yazıram, hidrogen, brom, karbon, dəmir, kalium və flor elementlərinin eyni qrup və eyni dövrdə olmalarını qruplaşdırın. Deməli, biz diqqət yetirsək, hidrogen elementi qrup olaraq kaliumla eyni qrupda yerləşir. Hidrogen dövr olaraq, dövr soldan sağadır. Hidrogen dövr olaraq eyni dövrdə heliumla, təkcə eyni dövrdədir. Soldan sağa hidrogen heliumla yerləşir. Yəni, birinci dövrdə yalnız hidrogen və helium yerləşir. Qrup olaraq isə hidrogenlə bu elementlərdən eyni qrupda yerləşən element deməli kaliumdur. Baxın, kalium qrup sütunu idi, aşağı yuxarıdan aşağı. Hidrogen, litium, natrium, kalium. Yuxarıdan aşağı hidrogenlə kaliumu deməli biz eyni qrupda yerləşdirə bilərik. Daha sonra biz brom və flora diqqət yetirək. Flor, xlor, brom, iod. 7A qrupunda yerləşirlər sütunla yuxarıdan aşağı. Hidrogenlə kalium deməli eyni qrupda yerləşdi 1A qrupunda. Florla da, bromla da bromla da flor eyni qrupda yerləşir. 7A qrupunda yerləşirlər. 17-ci sütunda. Daha sonra karbon və deməli biz diqqət yetirsək, karbon neçənci qrupda yerləşir? Deməli karbon 4-cü qrupda yerləşir. Karbonla eyni qrupda yerləşən element burada yoxdur. Lakin karbonla eyni dövrdə yerləşən məsələn element ola bilər ki, ikinci dövrdə yerləşən elementlər, ikinci dövrdə yerləşən element flor. Karbonla flor eyni dövrdə yerləşir. Baxın, üfüqi olaraq bor, karbon, azot, oksigen, flor. Deməli, karbonla flor eyni dövr elementləridir. Eyni dövrdə yerləşirlər. Başqa dəmirlə deməli kalium da eyni dövrdə yerləşir. Baxın, biri əlavə yarım qrupda, dəmir əlavə yarım qrupda, kalium isə əsas yarım qrupda, amma eyni dövrdə, yəni 1 2 3 4-cü dövrdə yerləşirlər. Soldan sağa üfüqi şəkildə diqqət etsək, bu şəkildə yerləşirlər və eyni zamanda brom da onlarla eyni qrupda yerləşir. Brom, dəmir və kalium eyni dövrdə yerləşirlər. Karbonla flor eyni dövrdə yerləşir. Florla brom eyni qrupda yerləşir. Hidrogenlə də kalium eyni qrupda yerləşirlər.